əl göbək altında bidət sayılır mı yoxsa? Yox, bidət deyil. Bidət deyil. Və lakin biz belə qılırıq, düzdürmü? Bidət deyil və lakin səhih sünnətə müxalifdir. Yəni, namazda əllərin bağlanması barəsində demək olar ki, alimlər ittifaq ediblər. Nə üçün deyirəm demək olar? Bəzi rəvayətlər gəlib İmam Məlikdən ki, əllərin açıq olmasına dair və tabiinlərdən də bəzilərindən gəlib. Yəni, o sənədlərin səhiliyi, zəifliyindən danışmıram, ümumən deyirəm. Belə, yəni əhlüsünnə alimləri bu məsələ üzərində birləşiblər ki, namazda əllər bağlanılır. Aydındır. Və lakin bağlanandan sonra hara qoyulur, bunda ixtilaf ediblər. Bir qism alimlər deyiblər ki, sinənin üstü və ya sinənin altı, yəni eyni hökm gedir. O da nə üçün eyni hökm gedir? O sonra deyəcəm. Çünki namazın, yəni əlləri bağlamağın formasından, çünki namazda əlləri bağlamağın üç forması var. Əl üstündə, çünki əl üstündə sən qoyanda sinəyə düşür. O formalardan da biri nədir? Qoldan tutmaq. Qoldan tutan da artıq sinənin altına düşür. Ona görə sinənin üstü və sinə altı eyni hökmdə, yəni sadır. Aydındır, sinə. Bəziləri bunu deyib və bəziləri deyiblər ki, göbeyin üstü və göbeydən biraz yuxarı və bəziləri deyiblər göbeydən aşağı. Göbeydən aşağı nə ki hədislər gəlib, İmam Əhmədin Musnədində, həmsinin Abu Davudun Sünənində. Təsəvvür et ki, hədis İmam Əhmədin Musnədindədir, İmam Əhməd hədisi özü zəif görür. Hədis Abu Davudun Sünənindədir, Abu Davud hədisi zəif görür. Yəni, bundan o yanası yoxdur. Abu Davud hədisi gətirir, məsələn, Abu Davud Sünənlər içərisində ən çox fiqhi hədis olan kitabdır. Yəni, bütün fiqhi məsələləri toxunub. Məsələn, bölüm açıb ki, namazda əllərin bağlanma bölümü. Sonra bölüm açıb ki, namazda məsələn, əllərin sinəyə qoyulması bölümü və namazda əllərin göbəkdən aşağı, hamısını bir-bir bütün hədisləri gətirib. Aydındır. Və elə Abu Davudun Sünənində Tavusun rəvayətində gəlir, səhih sənədlə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namazda əllərini sinəsində tuturdu. Səhih hədisdə gəlir. Və o hədisdən sonra Abu Davud hədis gətirir, namazda əllərin göbəkdən aşağı qoyulmasına dair və özü deyir ki, hədis zəifdir. Axıdan sonra bağlamaq. Və namazda əllərin göbəkdən o aşağı qoyulması var, ha. Yəni, o hədislərə səhih deyən alim belə yoxdur. Hədis əhli ittifaq ediblər o hədislərin zəifliyi barəsində. Ona görə hətta İmam Beyhəqi, rahiməhullah, Sünənul Kubrada bölüm açır. Bəli. Necə? Nəyin? Yox. Fəqət Tavusdan gələn rəvayət barəsində alimlər deyiblər ki, mursəldir. Mursəl. Çünki Tavus tabiindir. Allah Rasulunu görməyib. Sahabə deyil. Tavus deyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namazda əllərini sinəsində bağlayırdı. Və tabiindir, hədisin sənədində sahabə düşüb və hədis mürsəldir. Və bütün alimlərin ittifaqı ilə mürsəl hədis hüccətdir. Mürsəl hədis hüccətdir, xüsusən də ki, onu dəstəkləyən başqa hədislər varsa. Aydındır. Yəni, hədis dəlil olaraq, hədisin dəlil olmasında ixtilaf olunmuyor. Çünki namazda əllərin sinəsində bağlanmasına dair tək hədis o deyil axı. Ondan başqa da hədislər də var. Yəni, zəif hədisə qarşı zəif hədislər çoxdur. Hətta sinədə bağlanmağa. Sırf səhih hədisi götürsək, 5-6 hədis var. 5-6 hədis var. İmam Əhmədin Musnədində gəlir, Vail İbn Hucurun rəvayətində, İbn Xuzeymən səhihində gəlir, Abu Davudun Sünənində gəlir. Müxtəlif hədislərdir. Ayrı-ayrı sənədlərlə, ayrı-ayrı ravilərdən aydındır. Bu ələm səhih və həsən olanları deyirəm. Və lakin hətta zəif olan hədislərə düşsək, əllərin sinədə bağlanmasına dair elə hədislər var ki, o hədislər göstərir ki, namazda əllərin sinədə bağlanmasına dair Quranda ayələr var. Yəni, zəif hədisə qalsa. Fasalli li rabbika vanhar. Kevsər surəsindəki ayə. Fasalli li rabbika vanhar. Fasalli. Namaz qıl. Li rabbika. Rəbbin üçün vanhar. Nəhara feyli boğazlamağa deyirlər. Heyvanı boğazlamaq.
Yəni, Rəbbin üçün namaz qıl və qurban kəs. Və o nəhra feilinin mənalarından birisi də namazda əllərin boğaz yaxınlığında, sinədə bağlanmasıdır. Lüğəvi cəhətdən bu mənanı verir. Ona görə təfsir kitablarına baxsam, məsələn, Tabarinin təfsirinə, İbn Abbasdan və Əlidən iki ayrı sənədlə gəlir ki, onlar bu ayəni təfsir edəndə deyiblər ki, fasalli li rabbika vanhar, Rəbbin üçün namaz qıl və əllərini sinədə bağla. Vanhar, əllərini sinədə bağla. Yəni, o cür zəif hədislərə qalsa, şahid kimi, ona şəvahid deyirlər, yəni bir mursəl hədisə, bir həsən hədisə, səhi hədisə, qıraqdan şahid gücləndirmək üçün o cür hədislər çoxdur. Aydındır? Biz onlara demirik. Yalnız səhi olanlara deyir. İxlasla.com saytı tərəfindən təqdim olundu.